İslam orduları Orta Asiyada qırğınlar törədirdi. Onun da lideri Qüteybə ibn Müslim idi ki, bu sürətli şəkildə Çinə girmək üçün durmurdu. Yəni yerli soğudlara və türklərə qarşı çox qırğınlar törədirdi. Amma böyükcə soğudlar qırılırdı, çünki şəhər əhalisi onlar idi. Məhəmməd ibn Əl-Qasım da var idi ki, Hindistanı fəth eləyirdi. O ikisi də nəyi planlamışdılar? Görək hansımız Çinə çatacağıq. Biri Orta Asiya üzərindən Çinə girmək istirdi, biri isə Hindistan üzərindən, iki dənə ərəb generalı. Buna görə də daha da sürətli hücum eləmək üçün yerli xalqa divan tuturdular. Yəni üsyanlara heç vaxt toleransları yox idi. Sonda ərəb generalı Qüteybə ibn Müslim Xarəzmə girdi və Xarəzmdə yerli Afrikitlər sülaləsini ləğv eləyəndən sonra, məhv eləyəndən sonra yerli xalqa divan tutdu. Bundan sonra yerli soğudlar türklərdən yardım istədilər. Göytürk xaqanı öz qardaşı oğlu Kültigini döyüşə göndərdi ki, Kültigin onsuz da Karluklarla döyüşdə idi və onları öz əsarətinə salmışdı. Və Kültigin 9000-ə yaxın atlısı ilə Daşkəndə satır. Daşkəndə satanda təxminən qarşısında dəqiq olmasa da 20-30 min arası ərəb ordusu görür. Və Qüteybə ibn Müslim düşünür ki, bu az saylı türk ordusunu asanlıqla unuda biləcək, amma unudur ki, Göytürklər savaşda çox məharətlidirlər. Xüsusilə də ağır atlıları var, yəni ortalamada ox atıb qaçan atlılardan deyirlər. Əzib keçənlərdəndir. Buna görə hazırlıqsız yaxalanır əslində bu ərəblər və döyüşdə uduzurlar. 713-cü ildə baş vermiş bu döyüşdə və beləliklə Qüteybə ibn Müslim geri çəkilir. Onun Çin xəyalları batır. Eyni zamanda onunla eyni işi görən Məhəmməd ibn Əl-Qasım da məğlubiyyətə düçar olur və Hindistanı fəth eləyə bilmir. Beləliklə iki İslam generalı da məğlub olmuş halda qalırlar. Amma Qüteybə ibn Müslim daha sonra savaşlarına davam eləyib regionda hakim bir qüvvəyə çevrilə bilir. Fəqət daha sonra xəlifə tərəfindən həbs edilir.